Bugün 20-ci əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımından 30 il ötür. Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Bugün xalqımız Bakıdakı Ana Harayı abidəsini alnı açıq, başı uca ziyarət edir. Çünki düşməndən bütün şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi, biz onların cavabını döyüş meydanında verdik. Bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun 44 günlük vətən müharibəsindəki parlaq qələbəsi 2020-ci ili Azərbaycan tarixinə zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi qələbəni təmin etdi. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. İndi üç rəngli Azərbaycan bayrağı işğaldan azad edilən torpaqlarımızda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bugün 30 il əvvələ qayıdır, o amansız soyqırımını, onun günahsız qurbanlarını yenidən yad edirik. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi. Ümumiyyətlə, son 2 əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik Böyük Ermənistan ideyasını gerçəkləşdirmək məqsədi ilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamanki rəhbərliyinin üzərinə düşür. Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsidir. Erməni faşistləri aylarla mühasirədə saxladıkları
bu dinç şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu. 613 nəfər qətlə yetirildi. 1275 nəfər girov götürüldü. 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl qocadır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. İnsanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Xocalıya qədər də ermənilər Qarabağda Azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. 1992-ci il fevralın 12-sində Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb. 1992-ci il fevralın 17-sində Ermənistan Silahlı Qüvvələri və Xankəndidəki 366-cı moto atıcı alayın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onların 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə ikinci Xocalı da deyirlər. 7000 əhalisi olan Xocalı isə Dağlıq Qarabağda ən böyük yaşayış məntəqələrindən biri olub. Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşən Xocalıya 1990-cı ildə şəhər statusu verilmişdi. Elmi ədəbiyyatda Xocalı tarixən Azərbaycanlıların məskunlaşdığı Xocalı Gədəbəy mədəniyyətinin mövcud olduğu yurd yeri kimi göstərilir. Erməni vandalları bu qədim Azərbaycan torpağındakı bütün tarixi abidələri də işğal dövründə talayıb məhv ediblər. Yerləşdiyi ərazi mövcud infrastruktur və iqtisadi əhəmiyyətinə görə strateji məkan olan və buna görə də ermənilərin diqqətini cəlb edən Xocalı, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan düşmən üçün əsas hədəflərdən birinə çevrilmişdi. Qarabağdakı yeganə aeroportun Xocalıda yerləşməsi Xocalının ermənilər üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini sübut edir. Erməni silahlı dəstələri Xocalı plazdarmının məhv edilməsini, buradan keçən Əsgəran-Xankəndi yolunun boşaldılmasını, aeroportun ələ keçirilməsini qarşıya məqsəd qoymuşdular. Ermənilər bu amansız soyqırımı ilə Azərbaycanlıların gözünü qorxutmaq, xalqımızın mübarizə ruhunu sarsıtmaq istəyirdilər. Sonradan Ermənistan rəhbərliyində təmsil olunmuş şəxslər də bunu açıq şəkildə etiraf etdilər.
Münaqişənin əvvəlindən 1991-ci ilin oktyabrından Xocalı mühasirəyə alınmışdı. Şəhərə aparan bütün avtomobil yolları bağlanmışdı. Yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. Xocalıya sonuncu vertolyot isə 1992-ci il yanvarın 28-də indi. Şuşa səmasında mülki vertolyotun vurulması, 40 nəfər Azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-sindən Xocalıya elektrik enerjisinin verilməsi dayandırılmışdı. Şəhər sakinləri ancaq öz fədakarlıqları və qəhrəmanlıqları sayəsində dayanır, müqavimət göstərir və yaşayırdılar. Şəhər çox az sayda avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özlü müdafiə dəstəsi, yerli milis qüvvələri və milli ordunun kiçik heyətli döyüşçüləri tərəfindən müdafiə olunurdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alındı və hər gün topların, ağır texnikanın atəşinə, erməni dəstələrinin həmlələrinə məruz qaldı. Şəhərə amansız hücuma hazırlıq fevralın 25-də axşam Sovet ordusunun 366-cı alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başladı. Xocalıya hücum tanklardan və zenit toplardan açılan 2 saatlıq atəşdən sonra həyata keçirildi. Şəhərə 5 istiqamətdən hücum edildiyinə görə əhali Əsgəran istiqamətində qaçmaq məcburiyyətində qalmışdı. Amma tezliklə aydın oldu ki, bu da məkirli hilə imiş. Erməni silahlı dəstələri Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısını kəsdi və onları gülləbarana tutdu. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşən insanların çoxu məhz Əsgəran Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirildi. Həmin dövrdə xaricdə nəşr olunan qəzet və jurnallarda soyqırımının miqyasını əks etdirən kifayət qədər məqalələr dərc edilmişdi. Xocalı soyqırımının dəhşətlərini onun şahidi olan xarici kütləvi informasiya vasitələrinin nümayəndələri detallı şəkildə əks etdirmişdilər. Fransanın Croix L'Événement jurnalı yazırdı ki, ermənilərin Xocalıya hücumları nəticəsində bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. İngiltərənin Sunday Times qəzeti erməni əskərlərinin çoxlu sayda insanı məhv etdiklərinə dair məqalə dərc etmişdi. Nüfuzlu Financial Times qəzeti 9 mart 1992-ci il tarixli nömrəsində ermənilərin Ağdama tərəf gedən Xocalıları güllələdiyini yazmışdı. Times qəzeti isə çoxu tanınmaz hala salınmış, təhqir edilmiş meyitlərin olduğunu, körpə qızın ancaq başının qaldığını bildirmişdi. Rusiyanın İzvestiya, Fransanın Le Monde qəzetləri də faciə ilə bağlı oxşar xəbərlər dərc etmişdilər. İngiltərənin hadisə yerində olan Fundman News teleşirkətinin jurnalisti isə reportajında bildirmişdi ki, Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Beləliklə, Xocalı soyqırımını törətmiş ermənilərin və onların havadarlarının hərəkətləri insanlığa qarşı cinayət olmaqla yanaşı, həm də insan haqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktların, Cenevre Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə beynəlxalq saziş, fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi bəyannaməsinin müddəalarının kobud şəkildə pozulduğunu göstərir. Bunu Rusiyanın Memorial Hüquq Müdafiə Mərkəzinin soyqırımından dərhal sonra yaydığı hesabat da təsdiqləyir. Hesabatda hücumun iştirakçıları, soyqırımının gedişi, şəhərdə qalmış əhalinin müqəddəratı, əsir düşənlərin və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti, Xocalı sakinlərinin əmlakı və digər mühüm məsələlər barədə məlumatlar əksini tapıb. Ermənilərin Xocalıda Azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq və normalar da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyada olan cinayətlərin əsas tərkibi 2-ci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub. Sonradan həmin cinayət tərkibi Yugoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə beynəlxalq cinayət məhkəməsinin statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapıb. Xocalı soyqırımına hüquqi siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev verdi. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzaladı. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral Xocalı soyqırımı və Milli Matəm günü elan olundu. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında növbəti fərman imzaladı. Azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il tarixli fərmanda deyilir. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə Azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın soyqırımın dünyada tanıdılmasında müstəsna xidmətləri var. Fondun Xocalıya ədalət kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı
Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. Xocalıya ədalət kampaniyasının məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç yüzü artıq ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Təəssüf doğuran məqamlardan biri isə Xocalıda hərbi əməliyyatlara rəhbərlik edənlərin hələ də cinayət məsuliyyətinə cəlb olunmamasıdır. Britaniyalı jurnalist Thomas Deval'ın Qarabağ kitabında əks olunan bəzi faktlar, o cümlədən Azərbaycanlıların qırğınında iştirak edən Ermənistanın eks-prezidenti Serj Sarkisyanın söylədikləri deyilənləri bir daha təsdiq edir. Xocalı hadisələrinə qədər Azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmağa nail olduq deyən Sarkisyan, biz bu barədə bərkdən danışmamağı üstün tuturuq, əlavə edib. Bu faktlar bir daha ermənilərin tarix boyu Azərbaycanlılara qarşı yürütdüyü mənfur siyasətin, kin-küdurətin davam etdiyini, Xocalıda baş verənlərin əvvəlcədən planlaşdırılmış soyqırımı siyasətinin mühüm tərkib hissəsi olduğunu təsdiqləyir. Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkirli məqsədlər güdürdü. Xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və qəhrəmanlıqla 30 illik işğala son qoydu. Prezident İlham Əliyev bildirib, ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bugün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə, Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar. Milli ideyaya, güclü siyasi iradəyə əsaslanan bu fikir 2020-ci ilin sentyabrında real həyatda da öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına bir dəfəlik son qoydular və xalqımızın tarixinə parlaq qələbə yazdılar. Haqq ədalət bərpa olundu. Bugün xalqımız 20-ci əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.